Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Bu verilişi biz bugün çəkirik və bəzilərinin iddia elədiyi kimi o oyun gələndən sonra TikTok'da paylaşmırıq. Bu ümumiyyətlə texniki necə mümkündür? Bu məsələ ilə bağlı danışmışıq. Bugün bir qardaşımız gözəl bir mesaj yazdı. Deyir, abi mən YouTube'da bir kanalım var idi. İzlənməsi az idi, çox az idi. Amma o qədər qəşəng şərhlər var idi. TikTok'da deyir, həmin səhifəni açdım. Və deyir, mən səni çox gözəl başa düşürəm. TikTok'da deyir, həmin səhifəni açdım. İnsanlar izləmədən, eləmədən ağzına gələn yazırlar. Çox agresiv bir kütlə var TikTok'da. Şükür ki, bizim izləyicilərimizin əksəriyyəti, mütləq əksəriyyəti hətta normal, ağlı, şuuru yerində olan insanlardır. Onları da öpürəm, bağrıma basıram. Saytımızın linki aşağıda, VIP qrupunun nömrəsi aşağıda. Uzatmadan, sürətli şəkildə keçirəm oyunlara. Nə qaldı? Telegramın da linki aşağıda. Getdik dostlar. Dundee Celtic oyunundan başlamaq istəyirəm. 15:30-da burada bilirsiniz ki, çempionlar turu başlayıb artıq. Nəsə bu oyunu mən 0-3 kimi görürəm. Yəni üst atın ortalığa, nə olur olar. Heç hesab burada tutmaq önemli deyil də. Məsələn, dünən Telegramda Brescia Pizza oyununun dəqiq hesabı gəldi. Bu əmsallarla deyil idi bu arada. Nə bilim, baxdım oyunu oxşatdım, biraz beynimdə oynadım. Hətta fikirləşdim, taimdə oyun açılar, 1-1 olar, sonra pizza davam edir. Amma maraqlı bir şey oldu, oyun durdu orada. Səbəbini bilmədim, yoldaydım. Amma oyun artıq 5-10 dəqiqəlik dayandı, sonradan başlandı, bərpa olundu. Belə. Leverkusen'i Allah bildiyi kimi eləsin, hər həftə bunu deyirik. Leverkusen'dən bugün taimdə ən azı qol gözləyirəm, ən azı. Orada maraqlı, saytda maraqlı metrikalar var. Mən çalışıram həmişə riskliləri də yerləşdirirəm, risksizləri də yerləşdirirəm. Siz zaten bizim belə deyək də saytımızdan maksimum faydalanan insanlar var. Məsələ budur ki, məsələn, burada elə bir data atıblar ortaya ki, metrik atıblar ortaya ki, mən onu oynamağa qorxuram. Yəni, əl-qərəz deyirlər ki, Leverkusen buraxmadan udar. Ehtiyat edirəm, Leverkusendir də. Amma Augsburgla olaraq, tipaj olaraq eynidirlər demək olar ki. Ona görə də neçə həftədir, bax, fikir verin, Armeniya BFL-də uduzdu. Sonra 0-1 Heidenheim uddu, səhv etməmsə, sonra 0-0, sonra 0-0, axırıncı oyunda Sankt Pauli ilə. Demişdim ki, inşallah udmaz, udmadı da və Sankt Paulinin bir topunu götürmüşdük, düzdürmü? Artıq camiyyədə belə söz-söhbətlər gəzməyə başlayır komanda ilə bağlı. Məncə buna artıq bir son qoymaq oyunu olacaq. Bilməm, udar udmaz bilmirəm, taimdə vursun ən azı bir dənəsin, 1.40-dan yuxarı əmsaldır, lap yaxşı. Bavariya Mainz. Deməli, Mainz yeganə komandadır ki, dostlar. Əslində mən fikirləşirəm ki, bugün demək olar ki, Bavariya faktiki olaraq çempionluğu rəsmiləşdirə bilər. Harry Kane'in üzü güləcək nəhayət ki. Amma Mainz bu mövsüm daxil olmaqla, yəni bu mövsüm 2 oyun oynayacaqlar da, düzdür, bu ikincidir. Bu mövsüm daxil olmaqla son 5 oyundan 4-ündə Bavariyanı udan yeganə klubdur, sizin xəbəriniz var bundan. Və Mainz əla komandadır, orada Burkhardt öz yetirmələridir. Yəni Mainz'in necə oynadığını siz məndən yaxşı bilirsiniz də. Mainz'dir, Bochum'dur, bunlar həmişə Bavariya tərs gəliblər. Yəni Bochum'dan həmin o məşhur oyun yadınızdadır da. Bavariya açıblar 1.19, oyunun üstünə baxın. Valla Mainz'in bir topu 1.47'dir. Oynayırsınızsa belə oynayın. İnşallah Bavariya olmaz. Növbətdə bu 1.19 falan partlayar, ortalıqda qalır. İnşallah Mainz udar hələ. Amma Mainz'da ciddi düşüş var dostlar. Düşüş var. Səbəbini bilmirəm nədir. Heyətə baxıram, prinsipcə optimaldır, nə bilmirəm. Hoffenheim Dortmund. Dostlar, mən burada metrikalar, hər şey deyir ki, bu oyun qol-qoldur, düzdür? Düzü də o deyə məncə, amma okey, yaxşı. Keçən həftə də demişdim sizə ki, Dortmund üçlü müdafiət Niko Kovac Barcelona oyununu buraxdı. Mən əslində elə bilirdim, keçən dəfə demişdim ki, Mainz'ın oyunda üçlü müdafiəni test eləyib, deməli, Barcelona'nın oyuna hazırlaşır. Bəlkə də Barcelona'nın Flick'i yanıltmağa çalışırdı ki, mən səndən oyuna üçlü müdafiə ilə hazırlaşıram, hazır ol. Amma yenə 4-lü ilə çıxdı, 40 dəqiqədə qol buraxdı da, düzdür. Amma deməli, Mainz'la oyundan sonra, yadınızda kimdən oynuyordu? Gladbach'la, həmin o tappa taraf. Orada da demişdim ki, Bavariya kimi komandalar üçlü müdafiə yaramır. Yarayır bəlkə də, amma əlindəki olan heyətlə, Ben Sebaini ilə Emrecanla səndən üçlü müdafiə oynayacaqsan. Üçlü müdafiənin ən ideal nümunəsi bizə Simone Inzaghi göstərir. Bastonisi var, nə bilim, hələ orada Acherbisi var, ya mövsümü yarısı zədəli və s.
Bisseki və s. axırda düzdür. Darmiyan da əslində o sistemə yarayır. Biraz da yaşlaşıb deyə. Cinahlar da o Bastoni ilə Dumfries fantastik bir dəstək verir. Həm hücuma, həm müdafiə, əsasda müdafiə. Bavariya bu yaramır. Bu gün Bavariya bilməm necə oynayacaq. Amma mən oyunu beynimdə oynayıram. Məncə Bavariya bu indi deyəcəyimin əmsalı yoxdur. Orada 1.30 falan olacaq yəqin ki. 1.33 olsa maksimum olar da. Dortmund hissə qazanar. Mən bugün Dortmunddan qələbə gözləyirəm. Niyə? Çünki Hoffenheim oynamağa məcburdur və evində oynayan Hoffenheim'a sən üçlü müdafiə ilə də nə bilim 0-1-0-2 qutarsa bu oyunu mən təcrübələnmərəm. Bax, əmsal falan heç nə çatmır bura. Dortmund bugün qələbə qazansın. Düzü yenə də deyirəm, amma düzü gol-gol 2-5 üstüdür. Amma Dortmund Çempionlar Liqasına getməlidir. Hoffenheim inanmıram düşsün. Yəni, mən bu oyundan Dortmunddan qələbə gözləyirəm, əks hücumların hesabına. Belə. Wolfsburg-Freiburg. Burada sizə günün bir bombasını hazırlamışam. Yaxın oturun, popcornları götürün. Gəlməsə də canınız sağ olsun da, belə deyək. Deməli, bu Wolfsburg liqada birinci hissəni ən az udan komandadır. Freiburgda Çempionlar Liqasının qapısını dördü, düzdür? Əla gedirlər bu il. Əla görünürsən biri. Deməli, Wolfsburg 6 oyunda udmur dostlar. Bu normal deyil bu komanda üçün. Normal deyil. Madəm ki sən birinci hissələri udmursan, gəlin bir 2 dənə ssenari yazaq. İkisi də eyni qapıya açılır. Zaten bunu oynayanlar elə oynayır həmişə. Wolfsburg birinci hissəni ən az udan komandadır. 6 oyunda udmur. Freiburg time'ı udar. Sonra qırmızı kart yapışdırarlar Freiburg'a. Hoppala paşam, malqarak yaşam. Wolfsburg penaltiden fərqlənir. Ssenaridə yazırıq. Biz Vanga deyilik. Wolfsburg'dakı ikinci heyəti buraxdı. Bu işin ən problemli tərəfi odur. Birinin qoyub o birisini keçmək kimi olmasın. Yadımda da olur söhbətin davamı. 7-8 saat qabaq oyunu izah edirsən, sənə dil uzadırlar. Qardaş, mən izah edirəm. Götür seçdə, oyundan qabaq baxdın, hə, Celtic-ə üst deyib. Aha, o Yaponlar heyətdədir, Kün heyətdədir və s. Ayət getdi, 2-5 üstdə oxşuyur. Qardaş, heyətlərə bax da, nə bilim, başqa amilləri araşdır da. Yəni, adamı bəzən elə çilədən çıxardırlar. Nəysə, biz gəlin mənfi şeylərdən danışmayaq, mamam demiş. Deməli, birinci ssenarini gördünüzsə, time 2, oyun 1. Məsələndir. Çünki bu oyunun nəsə elə, məncə elə bir ssenari var. Və yaxud da ki, Wolfsburg birinci hissəni ən az udan komandadır, düzdür? Bugün bir özünə gəldilər ki, qardaş, biz 6 oyunda udmuruq. Biz ümumiyyətlə, biz hara gedirik bu gedişlə? Bir də Wolfsburg'un heç bir iddiası falan da yoxdur. Ən çox çəkindiyim oyunlar da bu oyunlardır. Wolfsburg çıxar, time udar. Freiburg sonra tərsinə bu tərəfə qırmızını yapışdırarlar. Freiburg da deyir ki, qardaş, biz Çempionlar Liqasına getmək istəyirik, yoxsa yox? Xoddanar gedir. Şumlayar 2-1. Yəni, mənə elə gəlir ki, bu oyunda 2-dən, hansısa tərəflərdən birindən 2-dən 1 eləyəcək və qırmızı kart penalti yapışdıracaqlar. Belə bir başqa ssenarim də var, başqa bir oyunda, onu deyəcəm sizə. Belə yox, o qırmızı kart penalti məsələsindən. Bu, indiyə qədər neçə oyuna mən penalti demişəm. Cəmi biri gəlməyib, Empoli'nin oyunda. Heç o da axıra qədər baxmadım, bəlkə də yox, gəlmədi. Dalinga sonra oyundan vurdu. 2-1 qutardı. Əksəriyyəti gəlib də, burada həmin mən edim də deyən ki, penalti a favor de Real Madrid sonra hakim göstərir, TikTok'da var. Mbappe penaltiden vururdu, eyni şey oldu da, vardan döndü, getdi penalti verdi. Nəsə gələcək dostlar, yəni mən burada sizə demirəm ki, bu oyun altda olar, üstdə olar, gol da olar, yox gol da olar. Mən sizə eyni qapıya açılan 2 dənə ssenari izah edirəm. Məncə məqbuldur. Holstein Kiel, Borussia Mönchengladbach. Deməli, burada bir məsələ var. Mən Mönchengladbachı mən tam çözə bilmirəm. Normalda riyazi olaraq Avrokuboklara getmək şansları vardı, amma bu komanda nə ətli, nə balıqdır, baş açma olmur Allah'ın da olsun. Holstein Kiel'də riyazi olaraq liqada qalma şansı necə var? Yəni play-out oynaya bilər, düzdürmü? Riyazi olaraq. Çünki orada Bochum da var, sonra kim vardı orada? Heidenheim dünən uddu. Dünən mən Stuttgartdan üst gözləyirdim. Stuttgart bu il, üzr istəyirəm ifadəmə görə, böyüklərdən kontorun qucağından düşmədi də bu il. Düşmədi konkret. Mən oyunun üstə gedəcəyini Heidenheimin 2 topu ilə görürdüm. Bir topun əmsal vermirdi. Gəldi, yeri gəlmişə oyunda 2 dənə dirək olub. Biri də indi sayılmayan dirəkdir və 2 dənə möhtəşəm save vardı. Ümumilikdə oyun hədisdə deyim ki, dəhşət belə fantastik yox. Oynamadı Stuttgart. Nəysə. Heidenheim siqnallar verdi ki, mən liqada qalmaq istəyirəm. Ən azından play-out oynayacağam. Aşağıdan gələn kimdir? Hatıram, yəni Hamburg'da kimdir? Onlardan oynayacağam. Qalaram da. Deməli, Holstein Kiel evində risk almaqdan dolayı. Mönchengladbachda qardaş, Çempionlar Konferans Liqasına getsəm nə olacaq, getməsəm nə olacaq? Beyni ilə çıxsa, 2 dənəsini vuracaq Holstein Kiel'a.
Əmsal 1.66 olmasına baxmayaraq bu risklidir. Və bura bir ssenari yazıram bir dənə. Bəlkə də Miri bunu da paylaşdı, gəldi inşallah. Mən onu oyunu izləməyəcəm. İzləyən olsa, bəlkə də elə də olsa deyərsin. Corner ya da standart Mönchengladbach'da Klein Deinst və yaxud da ki Alassane Plea bir dənə başla və Schlotterbeck'in o birisi qardaşı. Başla bir dənə Mönchengladbach qol vursa, mənim analizim qutu kimi oturacaqlar. Başla, məhz başla. Brighton West Ham bu oyunun 2.80-dən yuxarı əmsalı analizi bizim saytdadır. Risklidir, amma niyyəsi izah olunub. Doğru da buna baxa bilərsiniz. Saytımızın da linki aşağıdadır. West Ham səfərdə bu il mən izlədiyim qədərilə daha təhlükəlidir və daha yaxşıdır. Düzdür, bu biraz da Graham Potter'dan öncəki bir statistikadır əslində, amma Potter da həmin beynindən oynayır. Brighton evdə vurarmı? Mən West Ham'ın bir topunu görürəm. Brighton evdə vurarmı? Riyazi olaraq ən azı bir topu var. Bu oyunu mən qol-qolunu görürəm. Amma biz qol-qol oynamırıq, biz üst oynayırıq. Mən qol-qol sevmirəm oyunu. Belə. Başqa mən sizə nə deyim? Mən burada təxminən bir ssenari görürəm ki, Brighton time'da vurar. İkinci hissədə də bir dənə qol-qol görərik. Məsələn, oyunda belə 2-1 falan Brightonu lehinə başa çatar. Nə bilim, təxminən belə bir şey görürəm. Baxın, yəni Brightonu mən bilirsiniz ki, sevirəm. West Ham'ı çözə bilmirəm tam bu il. Amma səfərdə biraz fərqlidir. Wolverhampton Leicester. Bu Wolverhampton heç bir iddiası olmasa da artıq liqada qalmağı rəsmiləşdirdi. Mateusz Cunha da xeyirli olsun United'a gedir. Osimhen'i de alsa United. Hoppa, onda artıq fantastik bir şey olacaq. Çünki ikisi də zədəyə dözümlüdür. Osimhen daha çox zədəyə dözümlüdür təbii ki. İnanılmaz bir hücum xətti olacaq. Gyökeres böyük ehtimal United'a gəlməyəcək. Böyük ehtimal. Nəysə, bunlar konspirologiyadır, vangalıqdır və s. O bizim işlərimiz deyil. Wolverhampton. Bu Leicester'ə ki, bu Leicester Allah eşqinə bir nəfər mənə yazsın ki, bu Leicester nə oynayır? Mən başa düşəmirəm də. Bu Leicester nə hücum oynayır, nə müdafiə oynayır, nə ortada top çevirir. Başa düşmürəm, nə build-up'ı var. Bu nə komandadır, gəlib bu liqaya düşüb mən başa çatmıram. Bu Wolverhampton, bu Leicester'a. Leicester düşüb, Wolverhampton qalıb, rahat bir oyundur. Amma Leicester'ın bir dənə oyunu oldu. Brighton'dan oyunu. Daha 2 dəfədir bunu demişəm, təkrarlamayacağam da. Təxminən elə bir oyun olsa, Leicester'ın istəyindən dolayı, məsələn, Bilal El Hannus'u istəyirlər. O tipli oyuncular qalacaq liqada. İndi başqa bir oyunda orada danışacaq. Deməli, Bilal El Hannus və bunlar uçurlar qabaqda da, məsələn deyirəm. Leicester normal deyil, yəni bu komanda yenə deyirəm, nə ətli nə balıqda etsin baş açma olmur. Bu Leicester'a Wolverhampton time'da qol vurmasa, 2 qol vurmasa, Premier Liga rəhbərliyi yığırsın, ən güclü prokurorları çağırsın, oyunu araşdırsın. Başqa da mən bir şey deyirəm. Heç kimə lazım olmayan oyundur, razıyım. Southampton Fulham. Burada da Fulham time'da vurar demək istəyirəm, amma Southampton'dan mən biraz ehtiyat edirəm. Normalda bu oyun qol-qol 2-5 üstü, normalda. Çünki Dibbling var da, bilirsiniz, Dibbling'i də 100 milyon istəyir Southampton, vermirlər. Heç kim vermirlər, o pulu vermirlər. Kim verəcək? Chelsea kimi geri zəkalı verir ancaq o pulu. Deyirlər, o qədər də deyil. Düz 18 yaşı var ya, əyalı oyuncudur. Chelsea keçmişi də var bu arada, inanılmaz oyuncudur. Məsələn, orada bir Kemalettin var, Kamaldin, soyadını unuttum. O tipli oyuncuların vitrin oyunudur. Fulham'da biraz açıq oynayır. Bu da məsələn, heç kimə lazım olmayan oyundur. Nə bilim, time oyunu olar, nə olar, bu cür oyunlarda bir axtarın, elə şeyləri. Mən birinci hissədə Fulham vurar demək istəyirəm, amma Southampton'a ehtiyat edirəm. Antep Fənər. Antep bu mövsüm evində səhv etmirəmsə, bunu yanlışım varsa özünüz bir kontrol edersiniz, evində ikinci topu bırakmayıb. Düzdürmü? Kacper Kozlovski ən sevdiyim oyunculardan biridir Türkiyə Liqasında, oynamayacaq, düz xatırlayıramsa. Bugün Fənər partlaya bilər dostlar, time'dan partlaya bilərlər hətta. Və hətta mən sizə bir şey deyim, Fənərlər inciməz, Qalatasaraylar da inciməz. Mən bu liqa dünya aləm vecmə, mən vecmə də deyil bu liqa. Fənər bu oyunda partlaya bilər, 3-4 dənə vura bilər. Hətta time'da Fənərin bir topu var məncə. İkincini də axtaracaq, ikinci də var məncə. Bugün Antep'i öldürməyə çalışacaqlar. Bu oyunda da Antep'e qırmızını yapışdıracaqlar, penalti verəcəklər Fənərə. Haqlı, haqsız demirəm ha. Qətiyyən, haqsız demirəm. Sifarişlə olacaqsa demirəm. Normalda sən kadr. Mən Səlçuk İnanı çox sevirəm. Çox sevirəm. Məncə Okan Buruk'tan daha çox, Arda Turan'dan daha çox Galatasaray yaraşar Səlçuk İnan. Məncə bu Fənər partlaya bilər. Fənər bu oyuna boş keçməz, deyirəm. Bilirsiniz ki, mən tərəfə o əmsalla getmərəm heç vaxt. Amma bu liqanı tanıyıram. Potensial olaraq mən bir şey sezmişəm ki,
Mourinho çox böyük oynayır. Çox böyük oynayır. Ona bizdə təzminator deyirlər. Doğrudan da elədir. Onu gətirəndə ağlı yoxdur. Amma məncə bu gün Fənər partlayacaq. Antepin də şeyləri var, itkiləri var. Əsas da o komandanın maestrosu Kacper Kozlovski yoxdur. O Kerekeli falan bunlar. Məsələn, mən baxmışam, oxumuşam, türklər də yazır. Antepin topu bankodur. Olsun. Elə onu da işin içinə qoyam deyim ki, oyun partlaya bilir. Bu da belə. Yəni bu 0-1-0-2 oxşamır bu. Eintracht Leipzig bura 1+ gol demək istəyirəm. Ədəbazlıq eləmək istəmirəm. Çünki Leipzig də təhlükəlidir. Hər nə qədər Leipzig bu il silsələr də ikisi də Çempionlar Liqasında oynayır. Eintracht Çempionlar Liqasına yaraşar və mən Deutsche Bank Arenada Eintrachtda evində oynayanda həmin o xala gəldi, gözümün qabağına düşdü. Daimi izləyicilər bilir nəyi nəzərdə tuturam. Eintracht timdə məncə vuracaq, canlı bir ssenarisi olsun. Gözəl bir gol oyun olacaq, olmasa günahdır. Gol 2-5 üst olar hətta. Belə. Havr Monaco, Havrda son 8 ev oyununda birinci hissədə 30-cu dəqiqəyə qədər gol buraxan komandadır, dostlar. Monaco əgər istəyirsə hədəfinə çatmağı, ədəbazlığı bir kənara qoysa, birinci hissədən kilidi açmalıdır. Amma Havr da düşməmək üçün oynayır, hər oyunu final kimi oynayır. Bunu da nəzərinizdə saxlayın. Lyon-Ren oyunundan da sevdiyim Lyon, rahat Renə, minimum proqramı yerinə yetirdi. Bilirsiniz ki, diblərə yaxınlaşmışdı, özünə gəldi. O digər məşqçisi ilə. Sezon ərzində səhv etmirəmsə 3-cü məşqçidir. Lyon 2 top vurar 1.45. 1.45 həmsaldır Renin rahatlığından dolayı. Kalemuendolu kimi bir oyunçu ilə ki, öndə həmişə təhlükəlidirlər, bir top Lyona bəs eləməyə bilər. Estrella, Porto. Nəsə bu oyunu mən 0-1 kimi görürəm, bilmirəm, olarmı? Məsələn, Porto çıxar, 0-1 udar, sakitcə. Bir də 19-15-də bu ekstralardır. Westerlo Mechelen oyunu var. Abi bu oyun 1-1-də qalmasa, bu oyuna 4-5 topa qədər qalxa bilər. Çünki mən bu komandaları tanıyıram. Əmsallar falan, mən bilirsiniz ki, əmsalların başını bırakmışım. Vecimə də deyil, əmsallar nə çıxır. Heç baxmıram da. Bir-iki dəfə baxdım, yazdım kənara. Başını bırakın abi əmsalların, valla. Öz yöntəmlərinizi o heç. Gol 2-500, 1.47 Westerlo oyununda. Sadəcə ortalığı atsaz əmsal az olacaq məncə. 3 üstdən yoxlamaq ola bilmirəm. Yeri gəlmişə bu oyunda 1-dən 2 falan ola bilər orada. Çünki bu komandalar ipə sapa yatmayan komandalardır. Bəzi oyunlarda, yadcıdır, mən sizə Brentfordu, Elversberg'i keçən mövsüm izah edirdim. 0.47 XG ilə 2-3 top vura bilən komandalardır. Belə. Öpürəm dostlar sizi, uğurlar. Unuttum. Əgər ağlınıza batırsa, Rangers oyununda da üst gözləyirəm, biraz ehtiyatlamam. St. Mirren'dən oynayır Rangers 18-0-0'da. Bir dənə də oyun var burada. Onu yazıb qoymuşam kənara, gəlsə, bilmirəm, hələ 18-0-0'dadır. Yazıb kənara qoymuşam. İstəmirəm statistika qoyulsun, nəysə, demirəm. Öpürəm sizi, bağıma basam dostlar, nə yaxşı ki varsınız.